Və mən sizə hər dəfə şad xəbər deyirəm. Bu gün də birinci xəbər şad xəbər deyəcəyəm. Birinci şad xəbərimiz. Birinci şad xəbərimiz. İlham Əliyevə kəşfiyyat məlumatları verilibdir. İlham Əliyevə kəşfiyyat məlumatları verilib ki, 9 mayda parada gedəndə İlham Əliyevi elə Rusiya öldürəcək. Ona görə İlham Əliyev özünü xəstəliyə vurub getmək istəmir. Rusiyada hər cürə təsir eləyir. Növbəti kiber təhlükəsizlik ilə bağlı problem ola bilər və Mehriban Əliyevan, İlham Əliyevin qeyri-etik formada şəkilləri, videoları yayımlana bilər. Diqqətli olun. Bu bir. Bu bir. Dahası, dəyərli həmvətənlərim, mən demişəm, Putin gedənə yaxın İlham Əliyev mümkün də ölməsin. Ya adından qaçıracaqlar, ya da İlham Əliyev İlham Əliyevin pusat qorxduğu Avropanın sanksiyasından da çox. İlham Əliyevin qorxduğu əsas məsələ elə Putin tərəfindən vurulacaq. Putin adamları tərəfindən vurulacaq. Deyələməd. Çünki İlham Əliyev çox sirrini bilir. Putinin çox da qorxaq adamdır və sırası quşlayacaq. Diri əlimizə keçsə, Putinin hər şeyini açıb tökəcək İlham Əliyev. Ona görə Putin ölümünə 2-3 ay qalmış İlham Əliyevdir. Vəssalam. Ola bilər bir neçə həftə qalmış İlham Əliyevdir. Qaldı İlham Əliyev Qabilin, yəni mənim ömrümü niyə verir? Veribdi. May ayında öldü ya da... Yəni Əliyev may ayına göstəriş verib mənim ömrümü. Nədən, niyə, nə üçün, nə səbəbə? Çünki İlham Əliyev bilir ki, may-iyun ayında Rusiyanın və Əliyevin başına o qədər bəlalar gələcək ki, İlham Əliyevin əlini qolunu o qədər kəsəcəklər ki, bunun daha mənə müdaxilə eləmək imkanları azalacaq. Ona görə İlham Əliyev göstəriş verib ki, may ayının sonuna qədər Qabili aradan götürün. Məni də əlbəttə ki, deport eləmək, məni məhkəmə ilə, qanunla, məhkəmə ilə mənə heç nə eləyənməzlər. Heç nə eləyənməzlər. Qanunla, məhkəmə ilə heç nə eləyənməzlər. Və deyəli həmvətənlərim, sadəcə məni vura bilərlər, başqa heç nə. O da imkan tapıb vura bilərlər. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, bu bir xəbərimizdir, şad xəbərdir. İlham Əliyevi Rusiyada artıq öldürəcəkdilər. İndi ola bilər bu səfərdə yox, bu 9 mayda gedəcəkmi, getməyəcəkmi? Ola bilər 9 mayda yox, növbəti səfərdə, növbəti hərəkətdə öldürsünlər. Adını qoyacaqlar ki, Ukrayna dronu vurdu. Samalyota dəydi, əmrim nə oldu? Rusiya bir daha İlham Əliyevi öldürmək istədi. İlham Əliyevin təyyarəsi vurulmalıydı, amma ona bənzər rəngi, boyu, puxunu, eyni təyyarə 19 dəqiqə qalxan, qabaq qalxan təyyarəni vurdular. 19 dəqiqə elə bildilər İlham Əliyevin təyyarəsidir. İlham Əliyev vurulmalıydı. Namus və şərəfimə and olsun, mən yalan demirəm. İlham Əliyev vurulmalıydı. İndi Putinin sentyabr ayında sonu gəlir. Özləri deyirlər, 2 aya Kreml yanacaq. May-iyun. Gələn ayın sonuna qədər, indi ola bilər bir həftəyə, ola bilər 5 həftəyə, axırı ki, may-iyun Kreml yanacaq. Ola bilər elə 9 mayda yansın. Yəni, dəyərli həmvətənlərim, dəyərli soydaşlar, İlham Əliyev daha Putin o səhvi bir də buraxmaz. Putin o səhvi bir də buraxmaz. Nə bilirsiniz? Bu savaş eyni nöqtədən idarə olunur. Eyni nöqtədən, elə bir şahmatda oynayırlar. Ağlar Ukrayna tərəfdir, Rothschild'dir, deyək ya Rockefeller'dir, obirisidir, Rusiya tərəfdir, deyək ki, şahmatda oynayırlar. Nə bilirsiniz ki, bəzi diktatorlar elə aradan götürmək üçün 9 may lazımdır tədbiri. Bugün də Ukrayna Xarici İşlər Naziri tövsiyə eləyib ki,
9 may paradına gəlməyin. Yalandan çıxardıblar bir sürü siyahı çıxardıblar ortaya. Qoy görüm hansıdır o siyah deyim sizə. Baxın. Hələ burada mən bilən gəlməyəcəklər axı. Gəlin baxaq. Ukraynaya parada gedən, əslinə bunlar getməli idi. İndi mən sayıram bunları. Əslinə bu dəqiqələrdə də Moskvaya dron hücumu dayanmayıbdı. Ayın 4'ü, yəni may ayının 4'ündən başlayaraq Ukraynaya dron hücumu dayanmayıbdı. Əslində parada hansı ölkələr getməli idi? Siyahısını deyirəm. Ermənistan getməli idi, getmir. Ordusunu da bu günə kimi kimsə Moskvada görməyibdi. O Karobka ordusunu getməyib. Belarusiya getməli idi, getməyib. Açıqca Lukashenko dedik, 9 maydan sonra gedəcəm. Tədbirə çatmayacam. Lukashenko açıq dedi. Qazaxıstan, Qırğızistan, Tacikistan, Türkmenistan, Özbəkistan. Bunların getməsinə inana da bilərik, inanmaya da bilərik. Amma mən düşünürəm ki, bunlar Kırımda Türkiyəni işğalçı kimi tanıdılarsa, bunlar Avropaya tərəf getmək istəyirlər, getməyə də bilərlər. Gedə də bilərlər. Söhbət prezidentlərdən gedir. Getdi Abxaziya, Bosniya və Hersegovina. Bunlar mənasız ölkələrdir. Gedə də bilərlər, getməyə də bilərlər. Braziliyanın getməsi şübhəlidir. Burkina Faso gedə bilər. Venezuela inanmıram gedə. Amma ola bilər getsin. Vietnam gedə də bilər, getməyə də bilər. Gvineya və Bissau gedə də bilər, getməyə də bilər. Misir gedə də bilər, getməyə də bilər. Zambiya, çox güman ki, elə Afrikanın geridə qalmış ölkələr gedəcək. Çinin getməsi şübhə altındadır. Kim Çinin inanmıram gedə. Kongo gedə bilər. Kuba gedə də bilər, getməyə də. Deməli, Laos gedər. Mongolistan gedə bilər. Myanmar gedəcək. Fələstin məncə gedəcək. Serbiya, Slovakiya artıq ikisi də dedi, ikisi də boyun qaçırdır. Serbiya, Slovakiya. Ekvatorial Gvineya gedəcək, çox güman ki. Efiopiya gedəcək, Cənubi Osetiya gedəcək. Nə ölkələrdir burada? Burada bir dənə, ikicə dənə normal ölkə dəydi gözümüzə. 2 dənə hegemon normal ölkə. Onun biri Çindir, Çin. Biri də Qazaxıstandır. Qalan hamısı bizim Azərbaycan boyda o diktatora ölkələrdir. Və bir də əlbəttə ki, bu yazılıb burada Azərbaycan yazılıb, Azərbaycan. Dəyərli vətəndaşlar, baxın, Azərbaycan, Ermənistan, Belarusiya zaten İlham Əliyev özünü xəstəliyə vurdu. Lukashenko getmir. Qazaxıstan, Qırğızistan, Tacikistan, Türkmenistan, Özbəkistan, bunlar da mənasız ölkələrdir. Bunların içində bir dənə Qazaxıstan güclü ölkədir. Amma gedə də bilərlər, getməyə də bilərlər. Bunlar ikili oynayan ölkələrdir. Abxaziya, Bosniya, Hersegovina, bunlar mənasız ölkələrdir. Braziliya, o da Rusiya üçün mənasız ölkədir. Yəni, savaşdan qıraq, mənasız özün üçün Amazon meşələrindən əlləşən ölkədir. Burkina Faso'da, Venezuela, Vietnam, Gvineya, Zambiya, bu bir Kuba, Fələstin, Serbiya, Slovakiya, mənasız balaca cırtdan ölkələrdir çoxsu. Amma burada 2 dənə, 3 dənə ölkə vardı. Misir, güc sarıdan deyirəm də, Misir, bizim qitədə, Misir, sonra Çin, bir də burada Qazaxıstan. Bu biraz 3 dənə ölkədir. Bunların da hələ getməsi dəqiq kəsin deyil. Bu gün də Xarici İşlər Naziri dedi ki, Ukraynanın getməyin, vuracağıq. Başqa bir şad xəbər verim sizə. Gözəl şad xəbər verim sizə. Başqa bir gözəl şad xəbər verim sizə.